Salam, hörmətli Neftçi TV izləyiciləri. Neftçi Futbol Mərkəzindən canlı reportajımıza başlayırıq. Bugün AFFA U14 liqasında Neftçi Zirəni qəbul edir. Hakimin işarəsi gözlənilir. Saatına baxır Hüseyin Vəliyev. Fit səslənir və Neftçi Zirə görüşü başladı. Komandamıza uğurlar arzulayırıq. Neftçi hücuma çıxmağa çalışır. İrəli ötürmə Sultan topu qəbul etdi. Döndü Sultan. Orucov solda Ayaz var. Sultan. Orucov özü irəli ki zərbə indirir Sultan! Orucov! 14-cü dəqiqədə hesab açır. 1-0. Əla zərbə indirdi Sultan Orucov. Neftçinin U14 liqasında ən məhsuldar oyuncularındandır. Orucov və qolu belə qeyd etdilər. Komandamızın üzvləri. Artıq birinci hissədə son 8-9 dəqiqə qalıb. İndi Sultan Orucov topladı. Sultan Orucov zərbə indirir və dubl edir. Sultan Orucov 32-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurdu. Orucov daha bir qüvvətli zərbə izlədi ondan. Bir qədər əvvəl cəhd etmişdi. İndi ötürmə əla alınır. Sultan Orucov növbət dəfə cərimə meydançasında topladı. Orucov! Hat-trick! Sultan Orucov qarşısı alınmazdı bugün. 37-ci dəqiqədə hesabı 3-0 etdi. Mirəl Əkbər ötürməsi Solcaha. Ayaz Kəlbəliyev. Ayaz Hüseyin Əfəndiyevlə oynayır. Əfəndiyev ötürməsi qapı qarşısına. Qarşısını kəsdilər. Daha bir ötürmə Hüseyin'dən. Orucov. Poker. 38-ci dəqiqə 4-0. Yenə Sultan. Bu dəfə asist edən Hüseyin Əfəndiyev olur. Solcaqdan ilk ötürməsi dəqiqə alınmasa da Sultan fasiləyə 5-ci qolunu vurmaq istəyir. Orucov cərimə meydançasında ona mane olurlar. Küncdən zərbə olacaq. Yoxsa ilk hissə yekunlaşır. İlk hissədən sonra hesab 4-0'dır və artıq ikinci hissə başladı. Mirəl Əkbər, Cavadzadə. Mirəl Əkbər ötürməsini etdi. Supan. Supan Əlizadə. Cərimə meydançasında Supan 5-0. Əlizadə fərqlənir. Oyunun 65-ci dəqiqədə fərqi 5 topa çatdırır Supan Əlizadə. Və qarşılaşmada final fiti səslənir.